Salam, hər vaxtınız xeyir olsun. Bugün DİM 2025 vəzlər və onların funksiya pozğunluqlarının izahına baxırıq. Birinci sual. Müvəqqəti daxili sekresiya vəzisi cifdir. Həm daxili, həm də xarici sekresiya vəzisi, qarışıq sekresiya vəzisi axtarırıq. Mədə-altı vəzidir. Xarici sekresiya vəzisidir. Qalxana bənzər vəzi, timus, yəni çəngələ bənzər vəzi, böyrək üstü vəzi və hipofiz daxili sekresiya vəzisidir. Ağız suyu vəzisi xarici sekresiya vəzisidir. Bəzən yetkin adamlarda əllərin, ayaqların, burnun çox böyüməsinə təsadüf edilir. Buna səbəb təbii ki, hipofizin, somatotropin hormonunun yetkin fərdlərdə miqdarının hiper dərəcədə artmasıdır. Yəni artıq dərəcədə ifraz olunmasıdır. Bu da hipofiz vəzinin fəallaşması nəticəsində hormonun miqdarının normadan artıq olması, yəni E variantıdır. 5-ci sual. Hansı daxili sekresiya vəzlərinə aid etmək olur? Hansını? Ağız suyu vəzisi xarici sekresiya, tər xarici, mədə vəzləri xarici sekresiya, mədə-altı vəzi qarışıq sekresiya vəzisidir. Qaraciyər xarici sekresiya vəzisidir və daxili sekresiya vəzlərinə aid etmək olar deyirsə, elə biz qarışıq vəzi olan mədə-altı vəzini götürürük ki, çünki qarışıq vəzidir. Onun tərkibində həm axacaq olan xarici sekresiya vəzləri də var, həm də ki, daxili hormon hazırlayan hissəsi də var ki, insulin və qlukaqon hormonlarını hazırlayır. Qana hormonu ifraz edən vəzlər, yəni daxili sekresiya vəzləri. Tərdir, göz, döy xarici sekresiya vəzisidir, qaraciyər, mədə xaricidir. Qalxana bənzər vəzi və hipofiz isə daxili sekresiya vəzisidir və qana hormon ifraz edir. Digərləri isə uyğun deyildir. 7. Sevinç və kədər hissini yaradan adrenalin hansı vəzinin hormonudur? Təbii ki, böyrək üstü vəzi adrenalin ifraz edir qana və nəticədə ürək siklinin müddətini azaldır, ürək döyüntülərini tezləşdirir, insanda sevinç, kədər hissini yaratmış olur. 8. Qana hormonu ifraz edən vəzlərə aid deyildir. Yəni daxili sekresiya vəzisinə aid olmayanları seçirik. Daxili sekresiya vəzi, sonra qaraciyər və ağız suyu vəzləri isə xarici sekresiya vəzlərinə aid olduğuna görə cavab C variantıdır. Amma mədə-altı vəzi və cinsiyyət vəzləri qarışıq sekresiya vəzləridir, hormon ifraz edir. Hipofiz, epifiz də daxili sekresiya vəzləridir və hormon ifraz edirlər. Cavabımız C variantı olacaq. Orqanizmin immun sistemini tənzimləyən əsas vəzi hansıdır? Təbii ki, çəngələ bənzər vəzi döş qəfəsində yerləşən timus vəzisini misal göstərə bilərik. Epifiz daxili sekresiya vəzisidir. Epifiz daxili sekresiya vəzisidir. Yəni cavabımız D variantıdır. İnsanda hansı vəzlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Baxırıq. Timus daxili, qalxana bənzər daxili, böyrək üstü daxili. Mədə-altı qarışıq vəzidir. Yalnız xarici sekresiya vəzi istədiyinə görə biz buradan mədəni götürürük. İnsanda hansı vəzin sekretor fəaliyyətinin məhsulu hüceyrədir? Toxumluq, yumurtalıq kimi vəzin sekretor fəaliyyəti hüceyrədir. Burada da yumurtalıq var deyə cavab A variantıdır. İnsanda xarici və daxili sekresiya funksiyalarını yerinə yetirən vəzlər qarışıq sekresiya vəzləridir ki, buna da cinsiyyət vəzləri və mədə-altı vəzini axtarmaq lazımdır və cavabımız yumurtalıq Y variantı olacaq. İnsanda daxili sekresiya vəzisinin məhsuludur. Baxırıq, adrenalin daxili sekresiya vəzisi olan böyrəküstü vəzin məhsulu olduğuna görə, hormon olduğuna görə elə A variantını seçirik. Axacaqları olan hansı vəzi hormon ifraz edir? Yəni ki, bizdən belə deyək, qarışıq vəz istəyir ki, həm axacağı olsun, həm də ki, hormon da ifraz edə bilsin və mədə-altı vəzi qarışıq sekresiya vəzisidir. Axacaqları fermentləri nazik bağırsağa axıdır. Digər daxili sekresiya vəzisi kimi fəaliyyət göstərən hissəsi isə qana insulin və qlukaqon hormonlarını xaric etmiş olur. Hormon hazırlanır. Təbii ki, baxırıq, epifiz daxili sekresiya vəzi, timus daxili, hipofiz daxili, toxumluq qarışıqdır. Yəni bir hissəsi testosteron, androgen kimi hormonlar hazırlayır. Mədə vəzləri isə pepsin, ximozin və lipaza kimi fermentlər hazırlayır, hormon hazırlanır. 17. İnsanın immun sisteminə aid olan orqanın adı, yerləşdiyi əsas bədən boşluğu döş boşluğu verilibdir. Çəngəl sümüyünün arxa hissəsində yerləşir və bu çəngələ bənzər vəzi, yəni döş sümüyünün daha doğrusu arxa hissəsində yerləşmiş olur. Bu timusdur. Çəngələ bənzər vəzi adlanmış olur. Cavabımız 17-də B variantıdır. Verilən xəstəliklərdən hansı hormonal deyildir? Kretinizm
bilirik ki, qalxana bənzər vəznin az ifraz olunması nəticəsində uşaqlarda yaranırdı. Bazidov qalxana bənzər vəznin çox ifraz olunması nəticəsində uşaqlardan böyüklərdə yaranırdı. Miksodemanın az ifraz olunması nəticəsində böyüklərdə yaranırdı. Akromeqaliya isə bilirik ki, böyüklərdə hipofizin somatotropin hormonu çox ifraz olunması nəticəsində yaranırdı. Hemofiliya isə irsi qan xəstəliklərinə aiddir. 19. Glikogenin qlikozaya çevrilməsi hansı vəzi hormonunun təsirindən baş verir? Glikogen glikozaya çevrilirsə, deməli burada mədə-altı vəzin qlikagon hormonu mühüm rol oynamış olacaq. 20. İnsanın kəllə boşluğunda yerləşən vəzi həm hipofizdir, həm epifizdir. Epifiz üst artımdır, hipofiz isə alt tərəfdə yerləşmiş olacaq. Qalxana bənzər və hipofiz vəzlərinin funksiyalarının pozulması nəticəsində baş verən xəstəliklər. Qalxana bənzər vəzi tərəfdən baxsaq, şəkərli diabet yanlışdır. Cırtdan boyluq yanlışdır, raxit yanlışdır, raxit yanlışdır. Bazidov, miksodema qalxana bənzərə, cırtdan boyluq və nəhəng boyluq isə hipofizə aid olduğuna görə cavabımız E variantı olacaq. İnsanda yalnız daxili sekresiya vəzləri, tər vəzləri xarici sekresiya vəzlərinə aiddir. Pi vəzləri xarici, tər vəzləri xarici, tər vəzləri xarici. Bizdən də yalnız daxili sekresiya vəzlərini istədiyinə görə böyrək üstü vəzi, timus, hipofizi misal göstərə bilərik. İnsanda müvəqqəti daxili sekresiya vəzilərini istəyirsə, biz cinsiyyətlə əlaqədar olan sarı cisim və cift axtarırıq və cavabımız C variantındadır. Təqdim olunmuş sxemdə qarışıq sekresiya vəzlərini göstərin. Bilirik ki, epifizdir, hipofizdir, timus, daha doğrusu qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzinin olduğu hissələrdir. 6-da çəngilə bənzər vəzidir, 1-də böyrək üstü vəzidir. Bunların hamısı daxili sekresiya vəzləridir. Amma 5-də gördüyümüz kimi və 4-də cinsiyyət vəzləri göstərilmiş, 5-də isə mədə-altı vəzi göstərilmişdir və 4-5, yəni D variantı aiddir qarışıq sekresiya vəzlərinə. Təqdim olunmuş sxemdə yalnız daxili sekresiya vəzlərini göstərin dedirsə, biz buradan seçirik. Epifizdir, hipofizdir, qalxana bənzər və yaxud da qalxana bənzər ətraf vəzi nə varsa o. 6-da timus vəzisi və götürürük buradan böyrək üstü vəzini. Yəni 1, 2, 3 və 1, 2, 3 harada var? 6, 7. Yəni cavabımız B variantıdır. Qaraciyər orqanizmdə gedən hansı prosesdə iştirak etmir? Təbii ki, qaraciyər xarici sekresiya vəzi olduğuna görə hormonal tənzimdə iştirak etməyəcək. Qoruyucudur, maddələrin mübadiləsini tənzimləyir, həzm prosesində ötrüsün ifraz olunmasında iştirak edir. Daha doğrusu bunu da ləğv edirik. Bunda iştirak etmiş olur. Cavabımız nədir? A variantıdır. Xarici sekresiya vəzləri. Böyrək üstü vəzi daxilidir, daxilidir, daxilidir. Daxilidir, qaraciyər və tər vəzləri isə xarici sekresiya vəzlərinə aiddir. İnsanın qanına insulin daxil olduqda, əlbəttə ki, qandakı artıq miqdarda şəkər qaraciyərdə glikogenə çevriləcək. Yəni ki, qandakı qlikozun miqdarı avtomatik olaraq azalacaq. Əgər Bazidov xəstəliyi olan adam tərkibində qalxana bənzər vəzin hormonu olan dərman qəbul edərsə nə baş verər? Onsuz da Bazidov xəstəsi olan insan qalxana bənzər vəzinin hormon artıqlığından əziyyət çəkir. Üstəgəl də qalxana bənzər vəzi hormonunu əlavə olaraq həmin insana versək, sinir sisteminin həssaslığı daha da artar. Ona görə cavabımız A variantı olar. Qalxana bənzər və hipofiz vəzlərinin funksiyalarının pozulması nəticəsində insanda baş verən xəstəliklər aşağıdakı sıraların hansında düzgün verilmişdir? Raxit D vitamininin çatışmaması ilə bağlı olan bir xəstəlikdir. Şəkərli diabet mədə-altı vəzi ilə bağlıdır. Raxit D vitamini çatışmamazlığı ilə bağlıdır. Bazidov qalxana bənzərə, kretinizm qalxana bənzərə, cırtdan boyluluq hipofizə, nəhəng boyluluq hipofizə aid olduğuna görə elə cavab variantımızı D olaraq seçirik. 31. İnsanda sümüklərin böyüməsini və toxumalarda mübadilə proseslərini tənzimləyən bioloji fəal maddələr müvafiq olaraq hansı vəzlərdə hazırlanır? Sümüklərin böyüməsi deyirsə, hipofiz yadımıza düşür. Maddələrin mübadiləsini tənzimləyir deyirsə, bu proses qalxana bənzər vəziyə məxsusdur. B variantı. İnsanda qanda şəkərin miqdarını tənzimləyən, yəni mədə-altı vəzdən söhbət gedir. İnfeksion xəstəliklərə qarşı müqaviməti artıran bioloji fəal maddələr, hormonlar müvafiq olaraq hansı vəzlərdə hazırlanır? Bu zamanda timus yadımıza düşür. Yəni cavabımız olacaq C variantı.
Şəkər xəstəliyi olan adamın qanına müntəzəm olaraq hansı hormonu daxil etmək lazımdır? Təbii ki, insulin hormonunu daxil etmək lazımdır ki, onun qanındakı qlikozanı tənzimləsin. İnsanda aşağıda göstərilənlərdən hansılar xarici sekresiya vəzləridir? Baxırıq, böyrək üstü daxili sekresiya vəzisidir. Daxili sekresiya, daxili sekresiya. Cavabımız C variantıdır. İnsanda qlikozanı glikogenə çevirən hormon hazırlayan vəzi mədalıtı vəzni qlikagon hormonudur. İnsanda immun sisteminin əsas orqanlarından biridir. Timus vəzisi. Vəzin ifraz etdiyi bioloji fəal maddənin keçdiyi yol verilmişdir. Bu hansı vəzi ola bilər? Vəzi, qan, orqan. Vəzi, qan, orqan bu şəkildə keçdiyinə görə təbii ki, biz daxili sekresiya vəzi axtarmalıyıq. Çünki vəzi hazırladığı maddəni qana ifraz edir. Bu zamanda böyrəküstü vəzini götürərik. Vəzin ifraz etdiyi bioloji fəal maddənin keçdiyi yol verilmişdir. Bu hansı vəzi ola bilər? Vəzi axacağı orqan boşluğu. Yəni ki, bu xarici sekresiya vəzisi olduğuna görə daxili sekresiya vəzlərini həmən atırıq. Və 2 dənə xarici sekresiya vəzisi qaldı. Biri B-dir, biri D-dir. Niyə D-ni götürürük? Çünki tər dərinin üst səthinin açıldığına görə orqan boşluğu nazik bağırsağa, daha doğrusu qaraciyər hazırladığı öd turşusunu öd kisəsinə toplayır. Öd kisəsindən də nazik bağırsağa açıldığına görə D variantını götürürük. 3 yaşlı oğlanda neçə vəzi qarışıq sekresiya vəzisi kimi fəaliyyət göstərir? Birincisi oğlanın yaşına baxırıq, 3 yaş. Oğlanlar cinsi yetişkənliyə 13-14 yaşında çatdığına görə onlarda 2 ədəd olan toxumluq 13-14 yaşdan sonra fəaliyyət göstərir. Ona görə də bir dənə mədalıtı vəzni sayarıq və cavabımızı B kimi dəyərləndirərik. 3 yaşlı qızda neçə vəzi qarışıq sekresiya vəzi kimi fəaliyyət göstərir? Bəli, bu qızın da yumurtalıqları var, amma 10-12 yaşında cinsi yetişkənliyinə çatacağına görə yumurtalıqlar o vaxt fəaliyyət göstərəcək. Ona görə də hələ də yalnız mədalıtı vəzini götürərəkdən B variantı kimi qiymətləndiririk. Əgər mədalıtı vəzinin daxili sekresiya funksiyası pozularsa, onda mədalıtı vəzi nə iş görürdü daxili sekresiya vəzisi kimi? İnsulin və qlikagon hormonu sintez etməklə qana ifraz edir və qanda şəkərin miqdarını insulin azaldır, qlikagon artırırdı. Ona görə də qanda şəkərin miqdarının tənzimlənməsi təbii ki, asanlıqla pozular. 42-yə baxırıq. İnsan orqanizmində vəzi qrupları hər bir vəzi qrupuna daxil olan vəzlərin sayı. Daxili sekresiya vəzləri, xarici sekresiya vəzləri. Biz bilirik ki, xarici sekresiya vəzləri daha çoxdur. Çünki ən azından həzm kanalının içərisini göstərə bilərik ki, ağızın da içərisi bütünlüklə, yəni iri ağız suyu vəzlərini saymaqdan əlavə, həmçinin ağızın içərisində xırda-xırda vəzlər çoxdur. Mədənin divarında çoxdur. Nazik bağırsağın divarı, yəni vəzlərlə doludur. Həmçinin dəridəki tər vəzlərini də misal göstərə bilərik ki, xarici sekresiya vəzləri daha çoxdur. Sonra daxili sekresiya vəzləri gəlir, yəni B gəlir. Sonra C, sonra qarışıq vəzləri bilirik ki, mədalıtı və cinsiyyət vəzləri olduğuna görə A gələcək. Yəni, uyğun olaraq baxırıq cavabımız BCA, yəni cavabımız A variantıdır. Sxemə əsasən X-i müəyyən edin. Baxaq görək, X daxili sekresiya vəzlərinə aiddir. Əsas bədən boşluqlarında yerləşmir deyirsə, demək ki, söhbət boyun nahiyəsində yerləşən qalxana bənzər və yaxud da ki, qalxana bənzər ətraf vəzidən gedir. Baxaq görək. Sayı 4 ədəddir deyən kimi biz bilirik ki, qalxana bənzər ətraf vəzidən söhbət gedir. Onun hazırladığı hormon da parat hormondur. Sxemə əsasən X-i müəyyən edin. Daxili sekresiya vəzisidir. Əsas bədən boşluqlarında yerləşmir deyirsə, yenə də qalxana bənzər və qalxana bənzər ətraf vəzini nəzərdə tutmalıyıq. Sayı 1 ədəddir deyirsə, demək ki, bu qalxana bənzər vəzinin özüdür. Hazırladığı hormonlardan biri isə elə tireoksin hormondur. Yəni cavabımız D variantı olacaq. 45. X-i müəyyən edin. İnsanın əsas bədən boşluqlarında yerləşməyən daxili sekresiya vəzlərinin sayı. Əsas bədən boşluqlarında yerləşməyən boyun nahiyəsində 1 ədəd qalxana bənzər və 4 ədəd düyü boyda olan qalxana bənzər ətraf vəzisini misal göstərə bilərik. 1-in üstünə 4 gəldikdə 5 ədəd olacaq. Qadının əsas bədən boşluqlarında yerləşən qarışıq sekresiya vəzlərinin sayı. Qadının çanağında 2 ədəd yumurtalıq, qarın boşluğunda 1 ədəd mədalıtı vəzi olmaqla 3 ədəd olur X.
3-ü tapmaq üçün n-dən çıxarıq 2, yəni cavabımız A variantıdır. Sual işarəsinin yerinə yazılmalıdır. Yumurtalıq, toxumluq, mədə-altı. Hər üçü də qarışıq sekresiya vəzlərinə aiddir. Biz bilirik ki, qarışıq sekresiya vəzlərinin belə deyək də xarici sekresiya vəzisi kimi funksiya yerinə yetirməklə bərabər həmçinin hormon da ifraz edirlər. Yumurtalıqlar estrogen, progesteron, toxumluq, androgen, testosteron, mədə-altı vəzi, insülin və qlükagon kimi hormonlar ifraz edir. Ona görə də qana hormon ifraz edirlər fikri burada doğrudur. Əgər insanda mədə-altı vəzinin xarici sekresiya funksiyası pozularsa, onda ilk növbədə təbii ki, həzm prosesi pozulmuş olacaq. Həzm prosesi də nazik bağırsağın 12 barmaq bağırsaqda açıldığına görə oradakı həzm prosesinin gedişi pozulacaq. 47-də cavabımız B variantı olar. X, Y, Z vəzləri haqqında hansı fikir doğru deyildir? İnsulin deyirsə, burada mədə, altıdan söhbət gedir. Adrenalin deyirsə, böyrək, üstüdən söhbət gedir. Tiroksin deyirsə, qalxana bənzər vəzdən söhbət getmiş olur. Yəni, burada X, Y, Z şəklində baxaq. Y-imiz böyrək üstü vəzi qarın boşluğunda yerləşir fikri doğrudur. Bizdən doğru deyil soruşur. Y vəzisi daxili sekresiya vəzisidir. Y vəzisinə baxırıq ki, bəli, bu da böyrək üstü vəzi olduğuna görə doğrudur. X vəzi qarışıq vəzlərə aid olub, həzm şirələri və hormonlar sintez edir. Baxırıq ki, X də mədə-altıdır, bu fikir də doğrudur. Z də, yəni qalxana bənzər vəzi hormonlarının çox ifrazlı maddələrin mübadiləsini sürətləndirir fikri də doğrudur. Bazedovu nəzər salsaq, bu fikir doğrudur. Z, yəni qalxana bənzər vəzinin hiperfunksiyası zamanı uşaqlarda kretinizm xəstəliyi yaranır. Hiper yox, hipofunksiyası zamanı. Ona görə də yanlış cavabımız Y variantıdır. X, Y, Z xəstəlikləri haqqında hansı fikir doğru deyildir? Qalxana bənzər vəzi hipofunksiyası zamanı nə yaranır? Miksedema xəstəliyi və kretinizm xəstəliyi. Mədə-altı vəzinin hipofunksiyası zamanı şəkərli diabet. Hipofiz vəzinin hiperfunksiyası zamanı isə yəni daha nəhəng boyluluq əmələ gəlmiş olur. Baxaq, Z-də deyir ki, həmçinin hipofiz vəzinin hiperfunksiyası yaşlı adamlarda akromegaliyanın da yaranmasına səbəb olacaq. Deməli, Z akromegaliya xəstəliyi ola bilər. Bu fikir doğrudur, bayaq səsləndirdik. Qalxana bənzər vəzinin hipofunksiyası, yəni az ifraz olunması nəticəsində böyüklərdə miksedema, kiçiklərdə kretinizm xəstəliyi yarana bilər. Bu fikir yanlışdır. Bizdən də yanlışı istədiyinə görə cavabımız B olacaq. Digər variantlara baxsaq, mədə-altı vəzin hipofunksiyası dedik ki, şəkərli diabet xəstəliyi ola bilər. Bu fikir də doğrudur. Gigantizm dedik ki, hipofiz vəzinin hiperfunksiyası zamanı nəhəng boyluluq yaranır. Bu fikir də doğrudur. X kretinizm xəstəliyi ola bilər. Bayaq dedik ki, uşaqlarda qalxana bənzər vəzinin tiroksin hormonunun az ifraz olunması nəticəsində kretinizm xəstəliyi yaranır. X, Y, Z xəstəlikləri haqqında hansı fikir doğru deyildir? Qalxana bənzər vəzinin hiperfunksiyası zamanı bazedov yaranır. Nə yaranır? Bazedov. Mədə-altı vəzinin hipofunksiyası zamanı dedik ki, şəkərli diabet, şəkər yazırıq. Hipofiz vəzinin hiperfunksiyası zamanı isə nəhəng boyluluq, nəhəng və yaxud da ki, akromegaliya kimi xəstəliklər yaranmış olur. Y şəkərli diabet xəstəliyi ola bilər. Fikir doğrudur, bizdən yanlış istəyir. Z akromegaliya xəstəliyi ola bilər ki, indi dedik, bu da doğrudur. X kretinizm xəstəliyi ola bilər. Bu fikir yanlışdır, çünki hiperfunksiya deyir. Amma kretinizm hipofunksiya zamanı meydana çıxır və uşaqlarda yaranır. Z nəhəng boyluluq xəstəliyi ola bilər. Doğrudan da nəhəng boyluluğu qeyd etmişdik, bu da doğrudur. X bazedov xəstəliyi ola bilər. Yuxarıda bazedov X-ə qeyd etmişdik, bu fikir də doğrudur. Cavabımız 50-də C variantı olacaq. 51. 51-ci sualı azca dəyişilmiş formada bu illəri dimin sınağında salınmış sualı idi. 51. Cədvəldə insanın müvafiq hormonlarının funksiyaları verilmişdir. Qrafiklərdə T anından sonraki dəyişmələrə səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən edin. Vəzi verilibdir bizə. Qalxana bənzər vəzi yerinə yetirə biləcəyi funksiyası qanda kalsiumun miqdarını azaldır, bəli, sümüyə birləşdirir və bu söhbət gedir
kalsitonin hormonundan, qalxana bənzər ətraf vəzinin parat hormonu isə qanda kalsium miqdarını artırır, sümükdən alaraq qana vermiş olur. Mədə-altı vəzi hormonlarından biri qanda şəkərin miqdarını artırır, digəri isə azaldır. Şəkərin qanda miqdarını artıran qlükagon, insulin isə qanda şəkərin miqdarını azaldır. Böyrək üstü vəzi adrenalin isə qanda şəkərin miqdarını artırır. Bizə deyirdi ki, T anından sonraki dəyişmələrə səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən edin. Hər birində xüsusi olaraq diqqət yetirəcəyik bu T anından sonraki vəziyyətə. Və baxırıq ki, T anından sonra qanda kalsium miqdarı azaldı. Qanda kalsium miqdarını azaldıb sümüyü birləşdirən nə olacaq? Təbii ki, kalsitonin ola bilər. Yəni cavabımız C ola bilər, D ola bilər. Sonra qaraciyərdə glikogenin miqdarını azaldırsa, deməli qaraciyərdə glikogen miqdarı azalırsa, avtomatik olaraq qanda şəkərin miqdarı artmış olur. Söhbət nədən gedəcək? Qlükagondan. Deməli bu da burada hər ikisi də ola bilər. Sonra qanda qlükozanın miqdarını artırır. Qanda qlükozanın miqdarını artıran yenə də nə olacaq? Qlükoqan da ola bilər, böyrək üstü vəzinin adrenalini də ola bilər. Biz insulini seçə bilməyəcəyik, çünki insulin onu azaltmış olacaq. Yəni burada cavabımız 51-də C variantıdır. Elerven diaqramına əsasən X, Y və Z üçün düzgün olan ifadələri təyin edin. Baxaq, ifraz etdiyi bioloji fəal maddələr hormon adlanır. Hər ikisi də daxili sekresiya vəzlərinə aid olduğuna görə bu fikir Z-ə aid olacaq. Bioloji saat rolunu oynayır epifiz. Cinsiyyət sisteminə və cinsi yetişkənliyə təsir göstərir. Burada cinsiyyət sisteminə və cinsi yetişkənliyə təsir göstərir fikri hipofizə də aiddir, epifizə də aiddir. Ona görə 3-ü ortaya daxil edirik. Normadan çox hormon ifrazı uşaqlarda nəhəng boyluluğa səbəb olur. 4 hipofiz vəzinə gedəcək. Hazırladığı hormon melatonin adlanır. 5 epifizə gedəcək. Hazırladığı bioloji fəal maddə somatotropin adlanır. Bu da hipofizə getmiş olacaq. X-a gedir 2, 5. Y-ə gedir 4, 6. Z-ə gedir 1, 3. Yəni cavabımız 52-də A variantıdır. İnsanın əsas bədən boşluqlarında yalnız daxili sekresiya funksiyasını yerinə yetirən neçə vəzi yerləşir? Belə deyək, yuxarıda da şəkil var idi, hansı ki, əsas bədən boşluqlarındakı vəzlər göstərilirdi. Epifiz, sonra hipofiz, neçə dənə vəzi olduğu soruşulurdu. 2 dənə burada götürdük. Əsas bədən boşluğu dediyinə görə boyun nahiyəsini saymırıq. Döş boşluğunda olan timusu 1 dənəni götürürük və 2 dənə də böyrək üstü vəzni buradan götürürük. 5 dənə saymış oluruq. Qaydırıq sualımıza. 53-cü sualda cavabımız olacaq 5 dənə Y variantı. 54. İnsanın kəllə və döş boşluqlarında yerləşməyən vəzilər. Bir kəlləsində, bir də döş boşluğunda. Yəni kəlləyə nə aid olacaq? Epifiz. Nə aid olacaq? Hipofiz. Sonra döş boşluğunda nə olacaq? Timus. Bunlardan başqa olanları istəyir. Timusu ataram. Epifizi ataram. Yerləşməyən vəzlər hansılardır deyirsə, o zaman yerdə qalanlar 2, 3, 4 və 5. İnsanın döş, qarın boşluqlarında yerləşməyən döşdə nə yerləşir? Bəri başdan qeyd edək. Timus. Bəs qarın boşluğunda nə yerləşir? Böyrək, üstü vəzi. Boşluqlarında yerləşməyən vəzlər. Və baxaq ki, mədə-altı vəzidə həmçinin qarın mədə-altı vəz. Qarın boşluğunda yerləşmiş olur. Timusu atıram, böyrək üstünü atıram, mədə-altı vəzi atıram və nəticə cavabımız ortaya çıxır ki, 2, 4 və 6 olacaq. 56. İnsanın qarın və çanaq boşluqlarında yerləşməyən vəzlər. Qarında nə yerləşə bilər? Bayaq yazdıq ki, böyrək üstü, mədə-altı vəzi, çanaqda da ki, yumurtalıqlar ola bilər. Ona görə yerləşməyən deyirsə, timus döşdə yerləşir, yumurtalıqlar çanaqda yerləşir, böyrək üstü vəzlər qarında yerləşir. Ağız suyu vəzini götürərik. Mədə-altı vəzi qarında yerləşir, epifiz isə başda yerləşir deyə kəllə boşluğunda. Ona görə də 1, 4, 6-nı götürərik. Boş yerlərə uyğun gələn sözləri düzgün ardıcıllıqla seçin. İnsanda immun sisteminin mərkəzi orqanlarından hesab olunur. Bura gedəcək timus. O,
boşluğunda yerləşir. Təbii ki, hansı boşluqda yerləşir? Döş boşluğunda yerləşir. Dedik, döş sümüyünün arxa hissəsində yerləşir. Uşaqlarda vaxtından əvvəl cinsiyyət vəzlərinin inkişafının qarşısını alır. Onun hormonları vaxtından əvvəl cinsiyyət vəzlərinin inkişafının qarşısını olmuş olacaq. 3, 6, 2. Uyğun olmayanları müəyyən edin. Bizdən olmayanları istəyir. Sekresiya vəzlərinin funksiyalarının pozğunluğu ilə əlaqədar xəstəliklər yalnız yetkin insanda yaranır. Şəkərli diabet baxmır, yetkindirmi, uşaqdırmı, hansı yaşdadır? Şəkərli diabet hər kəsdə ola bilər. Mədəaltı vəznin hipofunksiyası zamanı yaranmış olur. Akromegaliya isə yetkinlərdə baş verir. Bazedov xəstəliyi isə həm yetkin insanda, həm də uşaqlarda yaranır fikrini istəyir. Bazedov həm yetkin, həm də uşaqlarda olur, amma kretinizm yalnız uşaqlarda olur. Yalnız uşaqlarda yaranır fikrini soruşur bizdən. Biz bilirik ki, yalnız uşaqlarda yaranır. Cırtdanboyluluq yalnız uşaqlarda yaranır, amma miksedema həm ancaq böyüklərdə yaranmış olacaq. Çünki miksedemanın kretinizmi uşaqlarda yaranmış olur. Ona görə 6 da yanlışdır. Düzgün cavablarımız 2, 4 və 6-dır. İnsanın kəllə boşluğundakı daxili sekresiya vəzlərinin sayı hipofiz, epifiz 2 dənədir. İnsanın döşündə və qarın boşluqlarındakı qarışıq və daxili sekresiya vəzlərinin saylarının cəmi. Döşdə bir dənə timus var, qarında 2 dənə böyrək üstü, bir dənə mədə-altı. Yəni ki, döş və qarın boşluqlarındakı qarışıq və daxili sekresiya vəzlərinin saylarının cəmi 4-ə bərabər olacaq. Çünki bir timus, 2 böyrək üstü, bir dənə də mədə-altı cəmisi 4 eləyir. 2-nin üstünə 4 gəldikdə isə cavabımız 6 olacaq. Şəklə əsasən uyğunluğu müəyyən edin. Və şəkildə qaranlıq göstərilibdir. Amma cavablardan yəqin ki, çıxarda biləcəyik. Qarışıq sekresiya vəzləri deyirsə, biz bunu aid edərik çanaq nahiyəsinə. Çünki yəni qadında yumurtalıqlar çanaqda yerləşmiş olur. A variantı. İnfeksion xəstəliklərə qarşı müqaviməti artırır. Timozin hormonu hazırlayır. Bu timusu göstərilir deyə B-yə aid edərik. Daxili sekresiya vəzisi olub hazırladığı hormon melatonin adlanır. Kəllədə üst artım olan deməli bir də C-ni göstərərik. Sonra hipofiz vəzinin yerləşdiyi boşluqda yerləşir. Təbii ki, o da bir də yerləşəcək. Əsasən estrogen və progesteron hormonlarını hazırlayır. Bəli, bu söhbət yumurtalıqdan gedir. 1 də D-C, 2 də B, 3 də A, G olacaq. 61-ci sual. Uyğunluğu müəyyən edin. Döş boşluğunda yerləşir, orqanizmdə bioloji saat rolunu oynayır, hormonlarının çatışmazlığı insanda miksedema xəstəliyini yaradır. Döş boşluğunda yerləşir deyirsə, mən timus vəzi axtaracağam. 1-ə C gedir. Sonra orqanizmdə bioloji saat rolunu 1-ə C gedir. Qeyd edək. O bioloji saat rolunu oynayır deyirsə, epifiz gedəcək. Və hormonların çatışmazlığı insanın miksedema xəstəliyi deyirsə, qalxana bənzər vəzinin hipofunksiyasına qeyd etmiş oluruq. Boş yerlərə uyğun gələn sözlərin düzgün ardıcıllıqla seçin. Baxırıq ki, boş yerlərə uyğun gələn sözlərin düzgün ardıcı vəzi baş beynin aşağı səthində yerləşir. Yəni, hipofiz. Yetkin adamlarda bu vəzin hiperfunksiyası zamanı akromegaliya xəstəliyi yaranır. Uşaqlarda isə nəhəng boyluluq yaranmış olur. Yəni 4, 2, 6. Boş yerlərə uyğun gələn sözlərin düzgün ardıcılıqla seçin. Vəzi boyun nahiyəsində yerləşir. Qalxana bənzər vəzi boyun nahiyəsində yerləşir. Həmin qalxana bənzər vəzin hipofunksiyası zamanı uşaqlarda kretinizm, yəni 1, böyüklərdə isə miksedema, yəni 4. Cavabımız 3, 1, 4 olacaq. Sxemdəki vəzlərin ardıcıllığına müvafiq olaraq ifraz etdikləri bioloji fəal maddələrin ardıcıllığını müəyyən edin. Böyrək üstü vəzi, adrenalin, mədə-altı vəzi, insülin və yaxud da ki, qlikagon, qalxana bənzər ətraf vəzi parat hormon, çəngələ bənzər vəzi, timozin, toxumluqlar androgen, testosteron. Yəni 4, 3, 5, 2, 1.